Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mətanət Nəbiyeva bu gün sizlərə həm MİQ, həm sertifikatlaşma imtahanında inteqrasiyaya necə yanaşmalıyıq mövzusunda bir neçə testin üzərində izah verəcəm. Yəni artıq bildiyiniz kimi fənn üstü inteqrasiya sırf həyatda tətbiq olunan proseslərə aiddir. Yəni kitabda olduğu qaydaya uyğunlaşdırılıb situasiyalarımız, yəni o şəkildə tapacaqsınız, real həyatla bağlıdır. Burada da sizə qeyd yazıram. Fənn üstü bərabərdir real həyatda tətbiq. Biz onsuz da öncədən qeyd etmişdik ki, fənn üstü inteqrasiya real həyatda tətbiqlə, yəni öyrəndiyinin həyatla əlaqələnməsi, həyatda tətbiq olunması ilə bağlıdır. İndi birinci suala baxırıq. Siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Gün ərzində bu proses üçün elektrik enerjisi sərfiyyatını və bunun ailə büdcəsinə nə qədər təsir etdiyini müəyyənləşdirin. Deməli, burada sizə verilən bu test sualı şagirdlərə tapşırıq kimi təqdim olunur. Yəni demir ki, get evdə elektrik çaydanını qaynat və yaxud da ki, real olaraq bunu tətbiq et. Sadəcə bu təsəvvürdə canlanan bir prosesdir. Yəni biz onu gözümüz önünə gətiririk və şagirdlərə tapşırıq kimi veririk ki, bunu dərsdə hesabla və büdcəyə nə qədər təsir etdiyini müəyyənləşdir. Deməli, elektrik enerjisindən söhbət gedirsə, burada nədən bəhs olunur? Fizika və eyni zamanda büdcəyə nə qədər təsir etdiyini müəyyənləşdiririk, yəni hesablayırıq. Eyni zamanda riyaziyyatın əlaqələnməsi var. Düzgün cavabımız C variantı. Yəni elə ən düzgün yanaşmada məhz bu yanaşma hesab olunur. Sonra keçid edirəm növbəti suala. Deməli, tapşırıq. Təsəvvür edin ki, deməli, siz ekoloji problemləri araşdıran qrupsunuz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi, tərkibi ilə bağlı şikayət daxil olub. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. Burada data toplanılır, cədvəl şəklində təqdim edilməli, problemin həlli üçün müzakirələr təşkil edilməlidir. Burada da gördüyümüz kimi bizi real həyatı problemə yönəltmir. Sadəcə təsəvvür etməyini xahiş edirik şagirdlər. Ona görə biz fənn üstü götürə bilmərik. Amma burada deməli bilirsiniz ki, düzgün cavab olaraq yalnız fənlər arası götürülüb. Gəlin görək burada hansı fənlərdən söhbət gedir. Təbii ki, burada cədvəl şəklində təqdim edilməli. Problemin həlli üçün cədvəl data olduğuna görə biz burada informatika və eyni zamanda coğrafiya götürə bilərik. Yəni, səhv etmirəmsə, bu coğrafiyadadır, içməli su, dadı, iyi, tərkibi. Yəni, istənilən halda burada iki fənnin əlaqələnməsi var, yəni fənlər arası. Fikir verdinizsə, inteqrasiya artıq olduğu kimi tətbiq olunub. Yəni, əvvəllər nisbətən qeyri-dəqiqliklər görə bilərdiniz, amma indi inteqrasiya olmalı olduğu şəkildə olub və sizlərə təqdim edilib. Yəni, burada hər hansı bir çətinlik, problem yoxdur. Qaydaya uyğun artıq tətbiq edəcəksiniz və problemləriniz də ümid edirəm ki, aradan qalxacaq. Sonra keçid edirik növbəti sualımız, üçüncü sual. Şagirdlər Qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji problemləri yaşayış məskəninin layihəsini hazırlamalıdırlar. Daha sonra 3D modelləşdirmə aləti və yaxud da ki, interaktiv təlimat vasitəsilə təqdim etməlidirlər. Deməli, burada da bizdən inteqrasiyanın növünü soruşur. Yenə də burada görürük ki, coğrafiya, eyni zamanda informatika fənləri əlaqələnib. Yəni, iki fənnin əlaqələnməsi kimi götürsək, cavabımız çıxacaq D variantı. Yuxarıda mən səhv etmirəmsə, ekoloji problemlər, bunu qeyd edərsiniz. Bir hissəsini, məsələn, informatika kimi götürə bilərik cədvəllə. Bioloji da ola bilər, amma yenə mahiyyət etibarilə situasiyamızın cavabı C variantı olacaq. Yəni, fənlər arası. Mən indi fənləri daha yaxşı yadımda qalmadığı üçün ola bilər ki, hər hansı bir səhvə yol verə bilərəm. Deməli,
Siz 6-cı sinif olaraq bir informatika günü keçirmək və yaxud da ki, tədbiri keçirmək qərarına gəlmisiniz. Tədbir üçün sizə 150 AZN pul büdcə ayrılıb. Ehtiyacları nəzərə alaraq büdcəni planlamalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 AZN-dən çox olmasın. Burada da artıq informatika günü, məsələn, zaten burada birinci hissəmiz informatika, ikinci hissəmiz görürük ki, hesabla bağlıdır. Yenə də riyaziyyat əlaqələnməsi. Görürük, burada hal-hazırda iki fənnin əlaqələnməsindən söhbət gedir. Yəni, götürə bilərik, deməli, nə? Yalnız fənlər arası. Əgər real həyatda bu tətbiq olunsaydı, məsələn, desəydik ki, informatika günü keçiririk, 150 AZN buna büdcə ayırmalıyıq və burada da artıq müəyyən hesablardan real həyatda tətbiqdən söhbət getsəydi, mütləq bunu tətbiq et, o zaman fənn üstü kimi götürə bilər. Ümumi qayda daha çox qarşımıza çıxan situasiyalara əsasən belə qərara gəldi ki, bu il tapşırıqlarda inteqrasiya olaraq daha çox istifadə olunacaq fənlər arası, amma yenə də qeyd edirəm ki, bizim gəldiyimiz belə deyim, yanaşmaya görə, amma təbii ki, imtahanda bir tərs köşədə oynaya bilərlər. Fərqli şəkildə həm fənn üstü, həm fənn daxili qarşınıza çıxa bilər. Fənn daxili, yəni onsuz da bilirik ki, fənnin öz daxilində olan şaquli, üfüqi, məzmun xətləri, məzmun standartları arasında olan əlaqələnmədir. Fənn üstü də artıq yenə qeyd edirəm, bu yeni qayda deyil, kitabdakı qayda, yəni situasiyalar artıq olmalı, olduğu kimi olub. Yəni, fənn üstü biz necə qaydada deyirik? Həyatla əlaqəlidir. Yəni, situasiyada da artıq sizin qarşınıza çıxanda sırf həyatda tətbiq edilən bir şeyləri fənn üstü inteqrasiya götürəcəksiniz. İzahımız bu qədər. Ümid edirəm ki, bu qısa videoda olan deməli, fərqləri, olan yanaşmaları sizin diqqətinizə çatdırdım. Əgər yenə hər hansı bir sualınız olarsa, videonun rəy bölümündə qeyd edə bilərsiniz.